Pankisi dərəsində meşədən qanunsuz istifadə faktı aşkar edilibdir. Axmeti Bələdiyyəsinin Dumasturi kəndində bir vətəndaşın həyətyanı sahəsindən üzərində rəsmi nişanəsi olmayan fıstıq və çökək ağaclarından ibarət 57 ədəd yumru formalı ağac kötüyü götürülübdür. Fakt cinayət əlamətləri daşıdığı üçün hazırda araşdırma aparılır. Qanunsuz meşə istifadəsinə qarşı mübarizə departamenti 2025-ci ilin 11 ay ərzində ölkə üzrə meşədən qanunsuz istifadə ilə bağlı 1653 fakt aşkarlayıbdır. Acarastanda 2 xarici ölkə vətəndaşı narkotik ittiham ilə saxlanılıbdır. Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşadıkları mənzillərə baxış zamanı külli miqdarda narkotik vasitələr və çətənək bitkiləri aşkar edərək maddi sübut kimi götürüblər. Bundan əlavə, narkotik vasitələrin yetişdirilməsi üçün nəzərdə tutulmuş avadanlıq və materiallar da müsadirə olunubdur. Faktla bağlı istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Qanunsuz miqrasiya ilə bağlı keçirilən tədbirlər zamanı 32 xarici ölkə vətəndaşı saxlanılıbdır. Araşdırma zamanı onların Gürcüstanda qanuni əsaslar olmadan yaşadıkları müəyyən edilibdir. Saxlanılan şəxslər arasında Çin, Hindistan, Nepal, Pakistan və Kuba vətəndaşları da var. Hazırda həmin şəxslərin ölkədən çıxarılması prosedurları aparılır. İmereti, Quriya, Acarsan və Samegroloda 700 kubmetrə yaxın qum çınqılın qanunsuz çıxarıldığı müəyyən edilibdir. Qanun pozuntuları Saltuba, Ozurgeti, Şaxveri və Martfili bələdiyyələrinin ərazilərində qeydə alınıbdır. Faktla bağlı müvafiq sənədlər tərtib olunubdur. Cinayət əlamətləri olan hallar istintaq orqanlarına göndərilibdir.